Vay haber usta. Salam ay Murat. Ya başlasın bu gözə bir də məşə yemək var, adı nədir onun? Murat ham bilir ki, mən limondan almışam, sonradan bilmirdim limondan aldım, sən bilirsən. Bax, limonu dana pişirəm indi. Mən bu limon dana var ya Murat. Bax, qarğanı pişirirəm, ətdən də pişirirəm. Limonu dananı, görsəm mən limonu deyə sıxmışam buradan. Əmcək yağla da pişirirəm, ərinməmiş yağla da pişirirəm. Və görsən də balımız da var burada. Balımız da deyil. İndi mən bunu hazırlayacağım. Bu qatkanında hazırlayacağım, belə qarğanı da hazır. İndi mən bunu hazırlayacağım, sən görəsən, öz suyunda ərinməmiş yağla. Səsən əmcəklə pişirirəm bundan da limonlu dana. İndi mən bunu hazırlayayım, sən baxasın. Ay usta, sənin bu gözə yeməyin axırı nətər oldu? Murat, ham bilir ki, Bəyərdə rayonunda. Limonlu dana deyəndə yağlar usta yana düşür harada. Bax, o falan yer. Bax, bunu yağlar usta bu qayıt deyil, bax belə. Elə deyil. Elə. Bax. Bunu heç kim yağlarsan başqa mümkündür. Bax. Şiriyə bax. Şiriyə bax. Sən limonun şirəsinə bax. Bax. Bax, gördün mü bu şirəni bax. Yağmur yaxına. Bax, görsən bax onu. Bəyərdə rayonu Şahbəllər kəndində gəlirsən Yavər ustanın yanına, Cihan süfrəsinə. Yavər ustanın bu limonlu dananı yeyirsən, üstədən sudaq da yeyirsən üstündən. Limonlu dananı çəyətə Murat, gördülər bu qabırğanı, Murat, şiriyə bax, uy Allah, damcıya. Gəlirsən Bəyərdə Şahbəllər, Yavər ustanın yanında limonlu dana, şirəli, maçaylı bir şey dalı var. Gəl Yavər ustanın yanında bu yeməklərdən yeyirsiniz. Sonra salam var.